İman etmiş insanlar qıraqdan ləqəb, qıraqdan pis baxış, qıraqdan bəzən təhqir və söyüş eşidə bilər. Və bu ləbuddur. Çünki Peyğəmbərlərin başına gələn hadisədir. Gərək səbr edəsən, əcrin Allahdan istəyəsən, Allahın dəvət xatirinə o sözləri götürəsən, əgər izah eləyə biləcəyin varsa izah eləyəsən, eləyə bilməyəcəyinsə tərk eləyəsən, Allaha buraxasan, həvalə edəsən Allaha. Çünki məqsədimiz dəvətdir. İnsanlar da, toplum da avamdır. Əksər insanlar dindən, məlumat cəhətdən bilmirlər. Miskindirlər onlar. Çox kasıbdırlar. Və belə bir toplumda dəvət eləmək böyük bir cühd istəyir, böyük bir səbr istəyir, böyük bir məşəqqət istəyir. Bilən qövmü dəvət eləmək asandır. Amma bilməyən qövmü dəvət eləmək çətindir. Mütləq və mütləq burada elm, səbir və hilm bir-birini tamamlamalıdır, bir-birinə yaxın